Buna göre size deyirəm, nə yeyəcəyik və ya nə içəcək deyə canınız üçün, nə geyinəcək deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? Göydə uçan quşlara baxın. Onlar nə əkir, nə biçir, nə də ambarlarda saxlayır, amma səmavi atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə uzada bilər? Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zambaqları necə böyüyür. Onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-çalalı içində olan Süleyman belə bunlardan biri kimi geyinməmişdi. Ey imanı az olanlar! Bugün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? Beləliklə, nə yeyəcəyik, nə içəcəyik və ya nə geyəcəyik deyə qayğı çəkməyin. Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar doğrudan da. Səmavi atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. Ona görə də sizə əvvəlcə Allahın padşahlığını və onun salihliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahki gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir.